Təşəkkür edirik Lamiyə. İndi isə cənub çıxışında olan əməkdaşımız Qasıma bağlanırıq. Qasım, buyurun, söz sizdədir. Salam, hər vaxtınız xeyir. Biz hazırda paytaxtın Lökbatan dairəsi adlanan ərazisindəyik. Bildiyiniz kimi buradan daha çox ölkənin qərb, cənub və şimal-qərb bölgələrinə gedən sərnişinlər istifadə edir. İri tutumlu avtobuslarla yanaşı fərdi nəqliyyat vasitələrlə də sərnişin daşımalar bu ünvandan baş tutur. Qeyd edim ki, buradan daha çox Qırmızı Körpü, Qazax, Şəmkir, Lənkəran və digər rayonlar üzrə sərnişinlər daşınır. Mən burada öz müşahidələrimə əsasən onu deyə bilərəm ki, qərb bölgələrinə qiymətlər 15-20 manat arası dəyişir. Cənub bölgələrinə isə 8-12 manat arası sərnişinlərin daşınması baş tutur. Hazırda axşam saatları olmasına baxmayaraq burada sərnişin sıxlığı müşahidə eləyirəm və qeyd edim ki, daha çox qərb və cənub bölgələrinə gedən sərnişinlər məhz buradan istifadə eləyirlər. Onu da qeyd edeyim ki, bu günləri Dövlət Yol Polisi sürücülərə də çağırış etdi. Xüsusilə öz avtomobilindən istifadə edərək bölgələrə üst tutan sürücülər yolda təhlükəsizlik qaydalarına riayət olunması tövsiyə olundu və bu qaydalara riayət olunarsa, əgər arzu olunmaz hallarla qarşılanma riski də bir o qədər az olar. Bizdən bu qədər, buyurun, söz sizdədir. Əməkdaşlarımızın hər ikisinə təşəkkürümüzü bildiririk. Soyuqda artıq bir saatdır ki, onlar oradadılar, vəziyyəti müşahidə edirlər. Təşəkkür uşaqlar. Biz isə davam edirik. Bayram günlərində bölgələrimizdə həm turizm, həm də gündəlik həyat canlanır. Yeni ilin gəlişi Tovuzda da